Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Safxoz nizamında, yəni 5-ci mikrorayonda 5 mərtəbəli binanın 4-cü mərtəbəsində 4 otaq, 3 otaq düzəldilmiş. Bax, qarşıda gördüyünüz belə bir mənzil satılır. Hal-hazırda mən sizə qapıdan giriş hissəsini göstərirəm. Bax, təmirini necə görürsünüz, bu cürdə var. Sənəd çıxarışdır, yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Otaqlar iç-içə deyil. Bax, qarşıda deməli otaqlardan biridir. İndi isə mən sizə ikinci otağı göstərirəm. Çox yaxınlıqda deməli 7 nömrəli orta məktəb. Mən bildiyimə görə həmin məktəbin yanında 33 nömrəli uşaq bağçası yerləşməlidir. Burası isə ikinci otaqdır. Bax, təmiri bu cürdür. Yenidən mən sizə qapıdan giriş hissəsini göstərirəm. Burada isə qladovkasını görmək mümkündür. Bax, bura bu zonadır. 2 tonluq su bakı var. Qarşıda hamamını görürsünüz. Bax, hamamı necə var, bu cürdə sizə videosunu çəkirəm sizin üçün. İndi isə mətbəxinə keçirəm. Çox yaxınlıqdan deməli dünənə qədər, yəni 27 sentyabr tarixini nəzərdə tuturam. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət etsin. Deməli bugün isə bax, dəqiq bilmirəm, yəni dünənki tarixi nəzərə alaraq deyirəm ki, bu binanın yanından 9A və 33 nömrəli marşrutlar işləyirdi. Ancaq bugün hansı marşrutlardır, onu dəqiq deyə bilmərəm. Hələ ki dəqiq deyə bilmərəm. Çünki bugündən sonra hamımız bilməliyik. Burası isə deməli balkonudur. 6 metrlik uzunluğudur. 1.20-1.30 eni olmalıdır. Burası isə bax 4 otağın 3 otaq düzəldilmiş həmin böyük zalıdır. Bax, bu qarşıda gördüyünüz otaq deməli zal, 2 otağı 1 otağı birləşdiriblər. Bax, belə bir deməli 4 otaq 3 otaq düzəldilmiş mənzilin qiyməti 75.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sənədi çıxarışdır. Asan xidmətdə alqı-satqıya gedən sənəddir. İpotekaya yararlıdır. Sizlərə uğurlar.